Aha. Deməli, üsyanlardan danışacağıq bu günləri video izahımızda. Müstəmləkəçi əleyhinə qarşı baş verən üsyanlardan. 19-cu əsrin 30-cu illərində baş verən üsyanların səbəbləri var idi ki, komendant idarə üsulunun mövcud olması, vergi mükəlləfiyyətlərin artırılması, iltizam sisteminin mövcud olması, məmurların özbaşınalıqları üsyanlara səbəb olmuşdu. İlk olaraq Carbalakan üsyanından danışacağıq ki, Carbalakan üsyanı 1830-cu ildə baş vermişdi. Carbalakan ərazisi digər ərazilərdən fərqli olaraq hələ də daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. Bu da Çar qoşunun Cara hücum etməsinə səbəb olur ki, yəni Carbalakanın daxili müstəqilliyini ləğv etmək istəyirdilər. Üsyana rəhbərlik edirdi Şeyx Şaban və Həmzət bəy başçılıq edirdi. Rus qoşunlarının Cara hücumu nəticəsində Carbalakanın daxili müstəqilliyi ləğv olunur və burada müvəqqəti deyirik ki, idarə yaradılmışdı. Daha sonra biz ancaq üsyan deməli məğlub olur, hətta üsyançılara da divan tuturlar. Daha sonra isə xronoloji ardıcıllıq olaraq baş verən üsyan Lənkəran üsyanıdır. Lənkəran bilirik ki, xanlığı işğal edildikdən sonra 1826-cı ildə ləğv olunmuşdu və Lənkəran xanı Mirhəsən xan Qacarlara sığınmışdı. Ancaq Rusiyanın müstəmləkəçilik siyasətindən narazı olan əhali ona məktub yazır və üsyana başçılıq etmək üçün onu dəvət edirlər və Mirhəsən xan da üsyana rəhbərlik edir. Ancaq bu üsyanda deməli amansızlıqla yatırılır. Mirhəsən xan da Cənubi Azərbaycana təkrar keçir. Daha sonra isə ən böyük üsyan Quba üsyanıdır ki, yəni 1837-ci ildə baş vermişdi. Üsyanın da səbəbi Varşavadakı müsəlman alayına Quba əyalətindən yerli əhali hesabına atlı toplanması haqqında xəbər üsyana başlamağa deməli səbəb olmuşdu. Üsyan dedik ki 1837-ci ildə baş vermişdi və üsyana rəhbərlik edirdi Hacı Məhəmməd başçılıq etmişdi və bu digər üsyanlar içərisində ən böyük üsyan idi. Üsyanın gedişində hərbi şura yaradılmışdı. Ancaq deməli üsyan yatırılır, üsyanda fəallar Sibirə sürgün edilir, Hacı Məhəmməd isə dar ağacından asılır. Digər üsyan isə deməli Şəki üsyanıdır. Şəki üsyanında 1838-ci ildə baş vermişdi. Şəkidə də digər əyalətlərdəki kimi Şəkidə də vergilərin ağırlığı, məmurların özbaşınalığı əlbəttə ki baş alıb gedirdi və bu da üsyana səbəb olmuşdu. Şəki üsyanına isə Məşədi Məhəmməd başçılıq edirdi, ancaq qüvvələrin qeyri-bərabər olması üsyanın məğlub olmasına səbəb olmuşdu. Daha sonra isə bildiyimiz kimi, yəni üsyanların məğlub olmasının səbəbləri qeyri-mütəşəkkil, zəif silahlanmaları, qüvvələr nisbətindəki fərq idi, yerli xarakter daşıması, üsyançıların sayca az olması idi. Həmçinin həlledici məqamlarda ləngiməsi üsyanın məğlub olmasının səbəbləri idi. Belə mövzu ilə bağlı əsas vacib məqamları qeyd etdik.